Erməni vəhşiliyinin əyani sübutu olan Quba soyqırımı memorial kompleksinin bərpası gecikir. Bir neçə ildir kompleksin əsaslı şəkildə bərpa ediləcəyi bildirilsə də, prosesə hələ də başlanılmayıb. Çəkiliş qrupumuz Quba soyqırımı memorial kompleksinə baş çəkərək real vəziyyəti yerində müşahidə edib. Biz hazırda yenidən Quba soyqırımı memorial kompleksinin ərazisindəyik. Burada vəziyyət heç də ürək açan deyil. Muzeyin dam örtüyü, yəni üzəri çökmək üzrədir. Getdikcə vəziyyət burada kritikləşir. Biz dəfələrlə bizim media olaraq Mədəniyyət Nazirliyi rəsmlərinə müsahibə alanda bildiriblər ki, Quba soyqırımı memorial kompleksi bərpa olunacaq, təmir olunacaq. Ancaq hər şey yerində sayır. Kompleksin təkcə xarici görünüşü deyil, daxili hissəsi də acınacaqlı vəziyyətdədir. Tavandan sızan yağış suları taxta konstruksiyalara ciddi ziyan vuraraq onları yararsız hala salıb. Muzeyin bayır hissəsi kimi içəri hissəsində də vəziyyət ürək açan deyil, pisdir vəziyyət. Görürsünüz, biz həmişə deyirik ki, bu içəri yağış suları axır. Görürsünüz, yağış suları vurulmuş taxta hissələrini necə pis vəziyyətə salıb, şişib. Və bəzi dəfə burada, yəni hər hansı bir hadisə baş verə bilər. Bunun üçün vaxtında tədbir görülməlidir. Burada bərpa işlərinə başlanılmalıdır ki, bu erməni vəhşiliyinin canlı sübutu olan bu soyqırımı memorial kompleksində olan muzey barı içməsin, bu yaşasın. Biz tarixi belə yaşadırıq. Kompleksə aparan pilləkənlərdə də iri çatlar yaranıb. Bərpa işləri gecikdikcə vəziyyət daha da kritikləşir. Məsələ ilə bağlı sorğumuza Quba soyqırımı memorial kompleksinin direktoru Rəxşəndə Bayramova şifahi şəkildə bildirdi ki, bərpa işləri ilə bağlı tender artıq keçirilib və yaxın zamanda təmir işlərinə başlanılması nəzərdə tutulur. Lakin işlərin dəqiq başlanılma tarixi barədə məlumat verilməyib. Aytəkin Alxaslı, Vüqar Ağayev, bizim media Şimal bürosu.